Salam uşaqlar. Deməli artıq bu gün 7-ci sinifə keçdik və 1-ci fəslindən başlayaraq dərslərin izahlarını verəcəm. Və bir də ki, bu məsələyə aydınlıq gətirim ki, 7-ci sinif yeni dərsliklər çıxıbdı. Həmin o yeni dərsliklər 7-ci sinifə keçən və 7-ci sinifi bitirən abituriyentlər, tələbələr üçün, şagirdlər üçün nəzərdə tutulmuşdur. Yəni indiki hansı ki 9, 10, 11-ci siniflərdə onlar bu, yəni köhnə 7-ci sinif dərsliyinə əsasən imtahan verəcəklər. Amma artıq sonraki dövrlərdə indi 7-ci sinifə keçən, 7-ni bitirənlər isə yeni kitaba əsasən imtahan verəcəklər. Ona görə də bunu indi 9, 10, 11-ci siniflər üçün izah edəcəm. Deməli, ilk dərsimiz canlı orqanizmlər və onların öyrənilməsidir. Canlı orqanizmləri öyrənən elm sahələri haqqında burada tanış olaq. Deməli, biologiya elmi bir çox sahələrə ayrılır. Məsəl üçün, bitkiləri öyrənən botanika, heyvanları öyrənən zoologiya, hansı ki biz bunlarla 6-cı sinifdə tanış olmuşduq. Göbələkləri öyrənən mikologiya və sair kimi elm sahələri artıq bizə tanışdır. Canlı orqanizmlərin həm xarici, həm də daxili quruluşunu, yəni morfoforma, morfologiya elmi öyrənir. Morfoforma, logos elm adlanan elm sahəsi öyrənir. Və bir də sizin nəzərinizə çatdırım ki, burada məsəl üçün morfologiya bu şəkildə elmləri bir dəftər tutub, orada yazsaz, mənalarını yazsaz daha yaxşı olar. Çünki testlərə düşür. Məsələn, yazırsınız morfologiya və açılışını yazırsınız. Morfe, forma, logos elm deməkdir. Deməli, bu elm sahəsi öyrənir. Məsələn, yarpağın quruluşu, yarpaq ayası və saplaqdan ibarətdir. Bunun xarici quruluşunu göstərmiş oldu bizə. Qurbağanın bədəni, baş, gövdə ətrafdan ibarətdir. Qurbağanın xarici görünüşünü bizə göstərmiş oldu. Anatomiya, Yunanca anatomiya yarıram deməkdir. Morfologiyanın tərkib hissəsi olub, orqanizmlərin daxili quruluşunu öyrənir. Botanikada bitki anatomiyası, zoologiyada heyvan anatomiyası sahələri ayrılırlar. Belə ki, bitkinin gövdəsi, tutaq ki, daxili quruluşunu öyrənmək istəyirik. Bitkinin gövdəsi daxildə nədən təşkil olunub? Qabıq, kambi, oduncaq, özəkdən ibarətdir. Yəni biz gövdənin daxilini gördük. İnsanın ürəyi daxildə də elə deyil, 4 kameralı, 2 qulaqcıq, 2 mərdəcikdən təşkil olunmuşdur. Biologiyanın indi burada aid olduğu elm sahələri: botanika, zoologiya, mikologiya, anatomiya, ekologiya, biofizika, biokimya, fiziologiya və morfologiya kimi elm sahələri öyrənir. Biz digər elm sahələri, məsəl üçün botanika idi, zoologiya, mikologiya idi, ekologiya idi, 6-cı sinifdə var. İndi burada məsələn biofizika, biokimya, fiziologiya, bu elm sahələri yeni öyrənəcəksiniz. Gəlin tanış olaq görək bunlar nədir? Deməli, orqanizmlərin həyat fəaliyyətlərini öyrənən elm sahəsi fiziologiya adlanır. Fizis, təbiət, logos, elm. Həyat fəaliyyəti dedikdə nə başa düşürsünüz? Həyat fəaliyyəti, məsələn, bitkilərdə gedən fotosintez, tənəffüs. Bunlar fizioloji proseslərdir, elə deyil. Yəni, bitki yaşadıqca fotosintez edir, tənəffüs edir, hər hansı bir fəaliyyət göstərirsə, bu fiziologiya elmi ilə öyrənir. Elə bitkiləri bitki fiziologiyası, heyvanları da heyvan fiziologiyası öyrənir. Məsəl üçün, heyvanlarda qan dövranı, tənəffüs, ifrazat nədir? Həyat fəaliyyəti nəticəsində olan fiziki proseslərdir. Deməli, fiziologiya elmi öyrənir. Bundan başqa, canlı obyektləri öyrənmək üçün bioloqlar vaxtaşırı digər elm sahələrinə müraciət edirlər. Məsələn, orqanizmlərdə maddələrin analizinin aparılması üçün kimyanın köməyinə ehtiyac duyulur. Tutaq ki, bir biologiya elmi artıq var, elə deyil. İndi sən istəyirsən ki, biologiya elmi nəticəsində tapdığın həmin canlı orqanizmin maddəsini, maddələrini analiz eləyəsən. Maddə də nə ilə analiz olunur? Kimya elmi ilə. Ona görə də biologiya ilə kimyanı birləşdirib belə bir biokimya elmini meydana gətiriblər. Bundan başqa, canlı orqanizmlərə xas olan, məsələn, işığın gözə yaxud yarpağa təsiri, bu cür fiziki hadisələrdə biofizika elmi öyrənir. Bax, işıq gözə necə təsir edir? Yəni ki, fiziki hadisələr yarpağa necə təsir edir? Biofizika elmi tədqiq edir. Burada mütləq tapşırıqlara da baxarsınız. Digər dərsimiz biologiyanın tədqiqat üsullarıdır. Burada deyilir ki, İngilis alimi Charles Darwin bir dəfə bağda gəzərkən soxulcan gördü. Onun hərəkətlərini bir müddət müşahidə edərək belə qənaətə gəldi ki, deməli, soxulcan torpağı yumşaldaraq onun məhsuldarlığını artırır.
Və burada biz nə ilə tanış olacağıq? Deməli, hansı üsullarla biologiyanı tədqiqat, yəni orada olan orqanizmlərin necə müşahidə, necə eksperiment və necə ölçmələr aparmalı olduğunu. Deməli, ilk öncə canlı varlıqların öyrənilməsi üçün müxtəlif metodlardan istifadə olunur. Metod nə deməkdir? Yol, tədqiqat, dərk etmə yolu deməkdir. Bunların ən əsası hansılardır? Müşahidə, eksperiment və ölçmədir. Müşahidə nədir? Hər hansı bir obyekt və ya hadisənin duyğu orqanlarının köməyi ilə öyrənilməsinə əsaslanır. Canlı orqanizmlər üzərində müşahidələr aparmaqla onların təsvir edilməsi bir çox məsələləri aydınlaşdırır. Məsələn, tutaq ki, alma ağacını duyğu orqanınız gözünüz, məsələn, gözünüz vasitəsilə müşahidə edəndə həmin o alma ağacının ilin hansı ayında çiçəkləməsini, hansı ayda yarpaqların tökməsini, nə vaxt xəzən baş verməsini görə bilirsiniz. Yəni duyğu orqanı olan gözünüz vasitəsilə müşahidə elədiniz. Yəni bir metod artıq bir metoddan istifadə olundu. Bəs yaxşı. Və canlıların müşahidəsini qeyd edək ki, həm təbii, məsəl üçün çıxırsınız təbiətə, təbii yolu gözünüzlə görürsünüz. Həm də laboratoriya şəraitdə aparmaq mümkündür. Məsələn, mikroskoplardan, binokuldan, video kameralardan istifadə etməklə. Müşahidə zamanı əsasən video kameralardan daha çox uzun çəkən müşahidələr aparılmasında istifadə olunur. Müşahidə zamanı məlumatları toplayırlar. Onların əsasında elmi mülahizələr irəli sürür və bu elmi həmin o mülahizələri təsdiq və ya inkar etmək üçün eksperiment aparırlar ki, görək həqiqətənmi bizim müşahidə etdiyimiz şey bu cür olur. Ona görə də eksperiment aparırlar. Eksperiment də eksperimentum təcrübə sınaq anlamını verir. Bu üsulda müşahidə nəticəsində irəli sürülən mülahizəni yoxlamaq, onu təsdiq və ya inkar etmək üçün istifadə olunur. Deməli, məsələn, təcrübə aparmısan və təcrübələr nəticəsində sənə müəyyən oldu ki, azot duzları bitkinin gövdə və yarpaqlarının böyüməsini sürətləndirir. Yəni sən eksperiment apardın. Hər hansı bir bitkiyə azot duzu, azot gübrəsi verdin. Bu zaman gövdə və yarpaqların böyüməsini müşahidə etdin. Artıq həm müşahidə etdin, həm də eksperiment metodundan istifadə etmiş oldun. Son olaraq ölçmə. Deməli, bir çox hallarda müşahidə və eksperimentlər ölçmə ilə müşahidə olunur. Deməli, müşahidə edirsən, eksperiment aparsan, sonra onun nəticəsini görmək üçün də ölçmələr aparsan. Tutaq ki, gübrələrin bitkilərə təsirini onların boylarını ölçərək görmək mümkündür. Yəni, boylarını ölçərək gübrə verilməyən bitkilərlə müqayisə etməklə müəyyənləşdirmək mümkündür. Deməli, beləliklə müşahidə, eksperiment və müvafiq ölçmələr nəticəsində tədqiqatçı öyrəniləcək obyekt və ya hadisə barədə müəyyən elmi biliklər əldə edir. Tapşırıqlara mütləq baxırsınız, işləyirsiniz, şəkillərə də mütləq baxırsınız. Ümumiyyətcə, yəni 6-cı sinifdən 11-ci sinifə kimi kitablarda nə ki şəkil var, heç bir şey gözünüzdən qaçırmayın, heç bir şey düşməz deməyin. Yəni hər şey düşə bilər, nöqtəyə, virgülə kimi oxuyun. Ondan sonra mikroskopiya üsulu nədir? Ümumiyyətcə, ilk öncə belə bir məlumat verim ki sizə. Mikroskop ilk dəfə 1590-cı ildə Zaxari Yansen və onun oğlanları tərəfindən kəşf edilmişdi. Amma elmi tədqiqat baxımından yox, yəni onların təsadüfən kəşf etmişdilər. Yəni elmi tədqiqat işlərində istifadə etmək üçün yox. Amma elmi tədqiqat işində ilk dəfə olaraq Robert Hooke mikroskopdan istifadə eləmişdir. Bunu yadınızda saxlayın. Mikroskopiya digər bir tədqiqat üsuludur. Mikroskopiya üsulu mikroskopun köməyi ilə müxtəlif obyektlərin öyrənilməsidir. Onun əsasını iki cür mikroskop təşkil edir. İşıq mikroskopu, bir də elektron mikroskop vardır. Bu üsul adi gözlə seçilməyən mikroskopik obyektlərin quruluşunu öyrənməyə imkan verir. Sonra, deməli, işıq mikroskopu ilə işləmə qaydası. Ümumiyyətcə, mikroskoplarla işləmə qaydasını həm məktəblərdə, həm universitetlərdə öyrənməlisiniz mütləq. Yəni, əliniz alışmalıdır. Məsələn, burada verib ki, işıq mikroskopu ilə işləmək qaydası. Birinci nə edirik? Mikroskopun ştativi özünə tərəf olmaqla stolun kənarından 5-8 cm aralıq qoyuruq. 6-cı sinifdə mikroskopun hissələri var idi. Əgər yadınızdan çıxıbsa hissələri, təkrar gedin o şəkilə baxın. Yəni, mən burada deyirəm, deyə bilərsiniz ki, ştativ nə idi, güzgü nə idi? Yəni hissələrə baxa-baxa, mikroskopun şəklini gözünüz önünə gətirə-gətirə bu işləmə qaydasını tətbiq eləyin. Sonra orada güzgü olur.
Güzgünün köməyi ilə işığı əşya kürsüsündə olan dəliyə yönəldirik. Preparat düzəldərək əşya kürsüsünün üzərinə qoyuruq. Əşya şüşəsini sıxacların köməyi ilə kürsüyə bərkidirik. Vintdən istifadə etməklə tubusu ehmalca endiririk və elə edirik ki, obyektivin aşağı kənarı preparatdan 1-2 mm məsafədə olsun. Okulyardan baxmaqla əşyanın preparatda aydın sürəti görünənə qədər tubusu yavaş-yavaş qaldırırıq. Deməli, burada öyrəndiklərinizi tətbiq edin var. Gəlin baxaq buna. Deməli, birinci ardıcıllıq necə olmalıdır? Burada deməli, fikir verin D şəklindən. Birinci D olmalıdır. Təsəvvür edin ki, mikroskopda sizə deyir ki, preparat hazırlayın. Müəllim sizə deyir, preparat hazırlayın. Nə etməlisiniz? Sizə D şəklində göstərilən kimi bir dənə şüşə veriləcək, ayna. Düzbucaqlı kimi bir ayna veriləcək. Pipet vasitəsilə o aynanın üstünə bir damcı, 2 damcı su tökəcəksiniz. Y şəklində görürsünüz, su tökülmüş halıdır. Tamam, su tökdünüz, bitdi. Sonra hər hansı bir preparatı, məsələn, burada soğan dəriciyi verilib. Götürürsünüz soğan dəriciyini çox, amma çox nazik bir şəkildə kəsib, həmin suyun üstünə qoyacaqsınız. Yəni, soğan dəriciyi olmaya da bilər, baxır da nəyə baxmaq istəyirsinizsə. Qoyursunuz suyun üstünə. Vəsiyo, qoydunuz, qutardı mı? İndi istəyən yod məhlulu da əlavə edə bilir, yəni rəngləyici maddələr də əlavə edə bilir, daha yaxşı görünsün deyə, istəməyən də elə baxır. Sonra o sabit dursun deyə, üstünü örtük şüşəsi ilə örtürlər. Baxın, B şəklində üstünü örtürlər. Artıq C şəklində də tamamilə örtmüş bir halıdır və nəhayət preparat hazırdır. Qoyursan mikroskopa, işığı da yönəldib, oradan da baxa bilərsən. Yenə də tapşırıqlara mütləq baxın. Ondan sonra canlı orqanizmlərin müxtəlifliyi. Orqanizmlərdə oxşar əlamətlər və fərqli xüsusiyyətlər vardır. Oxşar əlamətlər nələrdir? Ümumiyyətcə, yer üzərində yaşayan bu təbii birliklər, orqanizmlər geniş müxtəlifliyə malikdirlər. Onlar arasında bir hüceyrələrdən başlayaraq çox hüceyrələr kimi formalar mövcuddur və çox hüceyrələr əsas yeri tutur. Yəni, ən çox hüceyrələr mövcuddur. Bütün bu orqanizmlər xarici görünüşcə müxtəlif olsa da, onların əksəriyyətini ümumi bir cəhət, hüceyrəvi quruluşa malik olmaları birləşdirir. Yəni, bu cümlədən nə tutdunuz? Deyir ki, nə qədər xarici görünüşünə baxanda müxtəlif formada görünürsə görünsün, fərqi yoxdur. Onların hamısını bir şey birləşdirir ki, hamısı hüceyrədən ibarətdir, hamısı hüceyrəvi quruluşa malikdir. Orqanizmlərin digər ümumi xüsusiyyətləri onların qıcıqlara cavab verməsi, irsi əlamətlərinin nəslə ötürmələri və onlarda gedən maddələr, enerji mübadiləsidir. İndi gəlin fərqləndirək orqanizmləri. Ümumiyyətcə biz bilirik ki, 4 aləm var. Bitkilər, heyvanlar, bakteriyalar, göbələklər aləmi. Və bunlar bir-birindən fərqlənir. Yəni, nə qədər oxşar cəhəti olsa da, hansı ki, hüceyrəvi quruluşa malik olmaları, amma bunları fərqləndirən xüsusiyyətlər də vardır. Məsələn, bitki ilə heyvanlar bir-birindən nə ilə fərqlənir? Bitki hüceyrəsində qalın hüceyrə divarı var, plastid var, iri vakuol var, amma heyvan hüceyrələrində bunların heç biri yoxdur. Bitkilərə nisbətən heyvanlarda hərəkət formaları daha müxtəlif olur. Heyvanlarda olan sinir, əzələ, hiss orqanları isə bitkilərdə yoxdur. Bitki və heyvanlarda olan fərqlər onların qidalanma xüsusiyyətlərinə də aiddir. Bitkilərin əksəriyyəti avtotrof hesab olunur. Bax, burada əksəriyyət deyir. Bütün bitkilər avtotrof deyil. Heterotrof qidalanan bitkilər də var da, nepentesdir, milçək tutandır, şeh çiçəyidir, amma əksəriyyət avtotrofdur. Bu xüsusiyyət onlara xaricdən yalnız qeyri-üzvü maddələr, su, mineral duzlar, karbon qazı almağa və günəş enerjisindən istifadə edərək üzvü maddələr yaratmasına imkan verir. Heyvanlar isə digər heyvan və bitkiləri yeməklə yalnız hazır üzvü maddələrlə qidalanır. Göbələklər. Göbələklərdə həm bitkilərin, həm də heyvanların əlamətlərinə rast gəlinir, yəni oxşar əlamətlər var. Amma bununla yanaşı təbii ki də fərqli əlamətlər var. Məsələn, bitkilərlə göbələyin oxşarlığı nə ola bilər? Göbələkdə də bitkilərdəki kimi qalın hüceyrə divarı, iri vakuol olur. Ümumiyyətcə, hüceyrə divarı 4 aləmdən 3-ündə var. Hansılarda var? Bakteriyada, bitkidə, göbələkdə. Hüceyrə divarı yalnız və yalnız heyvanda yoxdur. Lakin heyvanlardakı kimi də ehtiyat qida maddəsi glikogendir və hüceyrələrində plastidlər olmur. Göbələklər də əksər heyvanlar kimi heterotrof yolla qidalanırlar və göbələklər ancaq heterotrof yolla qidalanır. Bakteriyalar bir hüceyrəli orqanizmlərdir. Yalnız bir hüceyrəli olur bakteriyalar, yadınızda saxlayın. Bakteriyaları ümumi bir nəzər yetirək. Deməli, bir hüceyrəli orqanizmlərdir. Sadə bölünmə yolu ilə 2-yə bölünməklə çoxalırlar. Bakteriyalar heç vaxt mitoz və ya meyoz bölünmə keçirmirlər. Bakteriyalar heç vaxt sporla çoxalmırlar.
Bu sual sizi çaşdırmasın. Bakteriya sporla çoxalmır. Bakteriya sporlar vasitəsilə spor əmələ gətirərək yayıla bilir. Yəni spor bakteriyanın yayılmasını təmin edir, çoxalmasını yox. Yəni bunu yadınızda saxlayın. Testdə sizə çaşdırıcı sual kimi düşə bilər. Və belə deyək, formalaşmış nüvəsi yoxdur və bir çox hüceyrə orqanoidlərinin olmamasına görə yuxarı sinifdə 9-cu sinifdə keçəcəksiniz 2 membranlı, 1 membranlı, membransız orqanoidlər. Yadınızda saxlayın ki, ümumiyyətcə bakteriyalar membranlı orqanoidlərə malik deyildir. Yəni məsəl üçün endoplazmatik şəbəkədir, Golgi kompleksidir, deməli mitoxondridir. Bunların heç biri yoxdur bakteriyalarda. Membran quruluşu olan orqanoidlər bakteriyalarda yoxdur. Orqanizmlərdə bu cür fərqliliyin yaranması onların müxtəlif həyat şəraitinə uyğunlaşmaları ilə əlaqədardır. Mütləq yenə də həmişəki kimi tapşırıqlara baxırsınız, işləyirsiniz. Bugünlük bu qədər. Gələn dərsdə yosunları izah eləyəcəm. Nəsə başa düşmədiyiniz oldusa, şərhlərdə yaza bilərsiniz.